Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə tövsiyə eləyir və deyir ki, Quran oxuyun. Həqiqətən də Quran qiyamət günü onu oxuyanlar üçün şəfaətçi olaraq gələcək. Zəhrəveyni oxuyun, yəni 2 nur saçan Bəqərə və Əl-İmran surələrini oxuyun. Onlar 2 bulud kimi və ya 2 kölgə olaraq və ya 2 quş dəstələri kimi sahiblərinə, yəni onları oxuyanlara qoruyucu olaraq gələcəklər. Həqiqətən də onları oxumaq bərəkət, onları tərk etmək isə peşmançılıqdır, deyir Allah Rəsulü sallallahu aleyhi və səlləm. Və digər bir hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, evinizdə Bəqərə surəsini oxuyun, həqiqətən də Bəqərə surəsi oxunan evə şeytan daxil olmaz. Və başqa bir hədisdə də Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, evlərinizi qəbirstanlığa çevirməyin, evlərinizdə Bəqərə surəsini oxuyun. Yəni Allahın kəlamı, Quran-ı Kərim bərəkətdir, nurdur və müsəlman bacardığı qədər Quran-ı Kərimə vaxt ayırmalıdır, Quranı tədəbbür etməlidir, Quranı oxumalıdır və bu Allahın kəlamından uzaq durmalı deyil, onu tərk etməli deyil. Bərəkətin gəlməsi, evlərin şeytanlardan uzaq olması üçün səbəblərdən biri də evlərdə Bəqərə surəsinin oxunmasıdır. Bir insanın evi 4 otaqlıdır, 5 otaqlıdır və otağın birində oxuyur ancaq. Bu, həmin otağa mı şamildir, yoxsa bütün evə? Yəni, səhih olan, doğru olan odur ki, Allahu ələm, bütün evə şamil edilir. Yəni, bütün evdə şeytanlardan həmin ev qorunmuş olur.